Salam. İngilis dilindəki this və these sözlərini həmişə qarışdırırsınız. Narahat olmayın. Bugün bu məsələni bir dəfəlik aydınlaşdıracağıq. Elə isə başlayaq. Yaxşı, gəlin düşünək. İngilis dilində bir dənə əşyadan danışanda nə deyirik? Bəs birdən çox olanda, eləmi? Bax, bütün məsələ bundan ibarətdir. Deməli, ilk qaydamız əslində çox bəsitdir. Sual budur. Bir şeydən danışırıq, yoxsa bir neçə şeydən? Tək, yoxsa cəm? Gəlin aydınlaşdıraq. Baxın, bütün məsələ buradadır. Əgər bir dənə əşyadan söhbət gedirsə, məsələn bir kitabdan, o zaman deyirik this. Tələffüzünə fikir verin, qısa və aydın, this. Yox, əgər iki və ya daha çox əşya varsa, onda işə these girir. Və bunun tələffüzü biraz daha uzun olur, sanki dartırsan, these. Gördünüz? Əslində çox asandır. Yaxşı, qaydanı bildik, super. İndi nə edirik? Gəlin bu qaydanı praktikada yaxlamaq üçün bir neçə yeni söz öyrənik. İlk sözümüz, had. Tələffüzü çox sadədir, had. Yəni bildiyimiz baş. Bunu yadda saxlamaq çətin deyil, hə? Növbəti sözümüz ears. Tələffüz edək, ears. Fikir verdinizsə, sonunda s var. Bu o deməkdir ki, cəmdədir, yəni qulaqlar. Bir dənə yox, iki dənə. Və üçüncü sözümüz nose. Deyilişi belədir, nose. Yəni burun. Bax, bu üç söz artıq bizə cümlə qurmaq üçün kifayət edəcək. Hazırsınız? Və gəldik ən maraqlı yerə. İndi bütün bu bildiklərimizi, yəni həm qaydanı, həm də sözləri götürüb real cümlələr düzəldəcəyik. İlk nümunəmizə baxaq. This is my head. Gəlin birlikdə deyək. This is my head. Niyə this dedik? Çünki hamımızın bir dənə başı var, elə deyilmi? Ona görə tək formada işlədirik. Yəni, bu mənim başımdır. İndi isə keçək növbəti cümləyə. These are my ears. Tələffüzə diqqət. These are my ears. Hə, bəs burada niyə these oldu? Cavab çox sadədir. Çünki iki dənə qulağımız var, birdən çox olduğuna görə artıq these istifadə etməliyik. Yəni, bunlar mənim qulağımdır. Və son bir nümunədə edək ki, tam möhkəmlənsin. This is my nose. Tələffüz edirik. This is my nose. Və yenə də təbii ki, this işlədirik. Axı, bir dənə burnumuz var. Bu, mənim burnumdur. Əla. Məncə artıq qaydanı tam başa düşdük. Yaxşı, qaydanı bildik, cümlədə qurduq. İndi gəlin bunları balaca bir hekayənin içində görək. Axı, hekayə ilə öyrənmək həm daha maraqlıdır, həm də daha yaxşı yadda qalır. Bir anlıq təsəvvür edək. Kimsə ömründə ilk dəfə güzgüyə baxır. Tamamilə yeni bir təcrübə. Görəsən özünü görəndə nə fikirləşir? İlk diqqətini çəkən burnu olur. Barmağı ilə toxunur və sanki bir kəşf edirmiş kimi deyir, this is my nose. Sonra əli yuxarı qalxır, başına toxunur və öz-özünə fikirləşir. Aha, this is my head. Və nəhayət, hər iki əli ilə qulaqlarına toxunur və bir anlıq duruxur. Fərqli bir şey var. Bunlar iki dənədir və o amanlayır ki, deməli belə demək lazımdır. These are my ears. Bax, hekayəmizdəki cümlələr bunlar idi. Bir burun, bir baş. Yəni tək olan hər şey üçün this. Amma iki qulaq, yəni cəm olan üçün isə these. Qaydanın praktikada necə işlədiyini gördük, çox sadədir. Beləliklə, məndən bu qədər. Amma əsl iş indi başlayır. Çünki öyrənməyin ən yaxşı yolu məşq etməkdir. Yəni, indi növbə sizdədir. Elə indi, bu dəqiqə oturduğunuz yerdə ətrafınıza bir göz gəzdirin. Gördüyünüz tək bir əşyanı göstərib deyin, məsələn, this is my cup. Sonra da cəm olan bir şey tapın, bəlkə kitablar, these are my books. Bax, bu qədər sadə. İndi siz başlayın görün nə qədər cümlə qura biləcəksiniz.